Böyle zannedilir ki Rabbini aldadır. Ve böyle aldatma o demek değil ki insanları aldatabilirsen. Yok. İnsanları aldadabilirsen bu asandır. Məxluqu aldatmaq asandır ve məxluqu aldatmağın üzə çıxacaq. Lakin en büyük təhlükə öz nəfsini aldatmağındır. Öz nəfsin üçün bəziyirsən, salih əməl etməklə libas geyindirirsən əməllərə. Lakin niyetin xarabdır. Təqvalı, Allah'tan qorxan görünürsən, lakin daxilin doludur şəhvətlərlə. Gözəl əxlaq, gözəl səmtli görsənməyə çalışırsan, lakin istəyirsən ki, məxluqun nəzərini üzərinə çəkəsən. İxlasdan danışırsan, lakin qəlbin dünya tələb etməkdən pərəm-pərəndir, çat-çatdır. Deyir ki, sallallahu aleyhi ve sellem, innəməl əməlu bin niyyət. Həqiqətən, əməllər niyyətlərə görədir. Və innəmə likulli imri'in mə nəvə. Hər bir kəsə etdiyi niyyətinə görə veriləcək. Mükafatı niyyətinə görə veriləcək ona. Ona görə bax, bəs sənin niyyətin sənin əleyhinə şahidlik edəcək, yoxsa lehinə? Xeyrinə, yoxsa zərərinə? Və ən təhlükəli aldatma odur ki, deyəsən ki, mən xeyir içərisindəyəm. Əksine halbuki günahlarda batıb gedirsən. Deyirsən ki, mən ixlaslıyam, lakin niyyətin nöqsanla doludur. Deyirsən ki, qəlbin selamatdır, təmizdir, lakin qəlbin həsəd, kibirlə, təkəbbürlüklə, dünya ilə dolub. Bəlil insanu alə nəfsihi basira, vələv əlqa məadira. Doğrusu insan özü özünə şahiddir. İnsan özünü tanıyır. Hər cür üzrxahlıq etsə də, yəni qəbul olunmaz. Ona görə bilmək istəyirsən ki, kimsən sən, Allah yanında bax, nə yazıb mələk? O əməl dəftəri və. O gizlində etdiyin əməllərdən nə qeyd edib? İnsanların gördüyünə yox, ətrafında olanların bildiyinə yox, etdiklərin Allah üçündür, yoxsa qeyrisi üçün. Əgər gizlinin düzəlsə, islah olsa, bil ki, aşkarın da düzələcək. Yox, fəsad olacaqsa gizlinin, hər şey fəsad olacaq. Ələ innə fil cəsədi mudğata. Bilin, agah olun ki, cəsəddə bir ət parçası var. İzə saluhət saluhəl cəsədi kulluh. Əgər o salamat olsa, bütün cəsəd salamat olar. Və izə fəsədət fəsədəl cəsədi kulluh. Əgər o fəsada uğrasa, xarab olsa, bütün cəsəd fəsada uğrayar. Ələ və hiyyəl qalb. Bilin, agah olun ki, o qəlbdir. Ona görə dayanacaqsan, qiyamət günü, qüdrətli hökmüdarın önündə oxunacaq sənin üçün mələyin yazdığı o kitab, insanların gördüyü yox. Dayanacaqsan o sirli dəftərin önündə, sən salihsən deməyi sənə o gün fayda verməyəcək. Nə fayda verəcək sənə? Allah Taala desə ki, sən ixlaslıydın. O fayda verəcək sənə. Ona görə üzür gətirə bilərsən insanlara. Onları aldatdığın üçün min üzür. Lakin Allahın önündə nə bəhanə var, nə üzür var, nə pərdə var, nə örtü var. Və bil ki, ölüm anı insanın həqiqiliyini ortaya çıxarır həmən. Ölüm anı açır. İnsan kimdir, nədir? Elə ki, ruh bədəndən çıxır. Səninlə heç nə yoldaşlıq etməyəcək. Nə tutduğun vəzifə, nə məqam, nə ləqəbin, nə titulun, nə gözəlliyin, nə malın, mülkün, nə diplomların. Xəyal et ki, çağrılacaqsan adınla. Deyiləcək filan kəs, qalx. İnsanlar baxsın sənə. Və qalxacaq insanlar baxmaq üçün. Nə etsinlər, nə etmisən? Deyiləcək ki, baxın, nə idi onun qəlbindəki? Nə idi əməli? Əgər qəlbin Allah üçün olubsa, nicat tapacaqsın.
Allah'tan geyrisi içinse helak olacaksan. Ona göre de temizleyin kalplerinizi zahiri temizlememişten evvel. Zahirden evvel kalpleri temizleyin. İslah edin niyetlerinizi. Yerin, göğün Rabbine erz edilip onun huzuruna çıkmamıştan evvel. Ve bilin ki insanları aldatmak mümkündür, lakin Allah Teala'nı aldatmak mümkün değil.